Əgər kiməsə İranın niyə sivilizasiyanın düşməni və bütün dünya üçün təhlükə olduğuna dair sübut lazım idisə, son 48 saat ərzində yəqin ki, bu sübutu aldınız. Onların cəmi 48 saat ərzində etdiyi 4 hərəkət bunlardır. Birincisi, mülki əhaliyə hücum. Onlar mülki vətəndaşlara və uşaqlara qarşı terror silahlarından istifadə etdilər. Hədəfə alınan ərazilərdə uşaq bağçası və qocalar evi yerləşir. Onlar dinc əhaliyə, ailələrə qarşı bilərəkdən atəş açır və tez-tez beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edirlər. İkincisi, müqəddəs məkanların hədəf alınması. Qüdsə, müqəddəs məkanların düz yaxınlığına atəş açdılar. 3. Təkallahlı dinin ən müqəddəs yerləri olan müqəddəs qəbir kilsəsini, Qiyamət kilsəsini, Əl-Əqsa məscidini və Ağlama divarını məhv edə biləcək ballistik raketlər atdılar. Onların heç nə vecinə deyil, qarşılarına çıxan hər kəsə atəş açırlar. Üçüncüsü, qlobal hərbi təhdid. 4000 kilometr məsafədə yerləşən Amerika-Britaniya hərbi bazasına, Diego Garcia'ya qitələr arası ballistik raketlər atdılar. İndi onlar bu raketlərlə Avropanın demək olar ki, hər yerinə çata bilirlər. Mən bu təhlükə barədə illərdir xəbərdarlıq edirəm. Dördüncüsü, iqtisadi şantaj. Dünyanın neft terroru ilə şantaj etmək məqsədi ilə mühüm dəniz yolu olan Hürmüz boğazını bağladılar. Mən dünya liderlərindən, azad və mötədil dövlətlərin rəhbərlərindən soruşuram. Daha nəyə gözləyirsiniz? Prezident Trump tamamilə doğru olaraq bildirdi ki, bu möhtəşəm tərəfdaşlıqda Amerika Birləşmiş Ştatları və İsrail olaraq biz təkcə özümüz üçün deyil, həm də hamınız üçün mübarizə aparırıq. O, sadə bir sual verdi. Siz hardasınız? Not only for ourselves, but for all of you. And he asked a simple question, where are you? And it's time to heed President Trump's call, his leadership, and his vision, not merely for our sake, but for your sake.